Sosial media dünyada baş verən hadisələri izləmək, həyatımızdakı maraqlı hadisələri paylaşmaq, başqalarının həyatında baş verənləri izləmək üçün istifadə etdiyimiz qarşılıqlı əlaqə kanalıdır. Lakin son dövrlər artıq dəbi də sosial media təyin edir. Geyimlərimizdən tutmuş, seçdiyimiz saç boyası, aldığımız məişət əşyası, getdiyimiz məkanlara qədər sosial media qərar verir. Çünki bir çox insan izlədiyi fenomenlərin tövsiyə etdiklərinə inanır. Bunu vətəndaşlar arasında keçirdiyimiz sorğu da təsdiqləyir. Məsələn, bəzi sosial şəbəkələrdə gördüyüm yerlər məsələn maraq dairəmi çəkir. Mən də həmin yerlərə getmək istəyirəm, məsələn gedirəm sonra. Geyim tərzləri də bəzən xoşuma gəlir bəzi insanların. O da mənim məsələn zövqümə təsir eləyir. Blogerləri heç birini follow eləmirəm, heç birinin də məsləhətinə qulaq asmıram, çünki hamısı reklamdır. Sosial mediada görürəmsə, onlayn mağazadırsa, təbii ki alıram. Əgər onlayn mağaza deyilsə, artıq o reklamı görüb həmin mağazanın özünə gedib alıram. Sosial mediada gördüyünüz bir, belə deyim də, restorana gedirsinizmi? Sosial mediada gördüyünüz bir paltarı alıb geyinirsinizmi kimdənsə? Sosial medianın həyatımıza təsiri çox böyük olduğuna görə bəli, sosial mediada gördüyüm video blogerləri izləyirəm və onlar hansı restoranları reklam edirlərsə mən oraya gedirəm. Adətən elə şeylərdən çox təsirlənən deyiləm. Mən bunlara manipulyasiya kimi yanaşıram. Əlbəttə ki, ümumiyyətlə tək xarici yox, elə milli mədəniyyətdən belə bilmədiyimiz bir şey öyrənmək insan nəsə qatır. Məsələn, mən əsasən indi hal-hazırda xaricə getməyi planlaşdırıram təhsilim üzrə və bu blogerləri izləyirəm ki, onlar xarici üzrə təhsilə gedəndə necə yaxşı, effektiv nəticə göstərirlər. Onları görəndə mən də maraqlanıram və getmək istəyirəm. Məşhur blogerlərin öz səhifələrində nümayiş etdirdikləri geyimlər, aksesuarlar, məişət əşyaları, getdikləri ölkələr, restoranlar hər bir izləyicidə maraq doğurur. Belə olan halda insanlar gördüklərini öz həyatlarında tətbiq etməyə can atırlar. Sosioloqlar deyirlər ki, bu hər zaman yaxşı nəticə verməyə bilər. Çünki bir çox hallarda təqdim edilənlə reallıq arasında böyük fərq olur. Vətəndaşların blogerlərdə, fenomenlərdə görüb almaq arzusunda olduqları və ya səyahət etmək istədikləri yerlər hər kəsin büdcəsinə uyğun olmaya bilər. İnsanlarda belə bir düşüncə var ki, əgər sosial mediada, sosial şəbəkə vahidlərində, televiziyada, kütləvi informasiya vasitələrində bir şeydən bəhs olunursa, demək bu nəsnə, bu əmtə, brend əmtədir. Demək onu filan məşhur imza istifadə edirsə, demək bu yüksək keyfiyyətlidir. Məhz influencerlər, blogerlər, sosial şəbəkə istifadəçiləri bundan çox məharətlə istifadə edirlər. Gəlir əldə etmək məqsədi ilə, demək müxtəlif firmalarla, şirkətlərlə, əmtə deməli satış mərkəzləri ilə əlaqəyə girirlər və onlar həmin məhsulu artıq auditoriyaya təqdim edirlər. İnsanlar gündəlik stres və sıxıntılarından uzaqlaşmaq üçün sosial mediadan istifadə edirlər. Ancaq aparılan araşdırmalar sosial medianın stresi azaltmaq əvəzinə daha da artırdığını göstərir. Psixoloqların fikrincə bu cür platformalarda qarşımıza çıxan fenomenlərin, blogerlərin əsas funksiyası əslində gözəl məlumatlar paylaşmaqdır. Lakin bəzən bunun mənfi tərəfləri də yaranır. Müsbət tərəfdən insanlar məlumatlara güvəndikləri insanlardan aldıqda düzgün seçimlər edə bilirlər. Bir sıra blogerlər var ki, onlar çox güvənilirlər, artıq güvəni qazanıblar. Misal üçün səyahətə getmək istəyir, büdcəsi çatmır. Güvəndiyi bir blogerin büdcəsinə uyğun olaraq bir səyahət zonasını reklam etməsi bu heç də mənfi bir tərəf deyil. Və digər tərəfdən baxaq, məsələn, hansısa bir qidada və yaxud da restoranda və dəbdə olan xanım özünə baxımı olmaq istəyir, dəbdə olan rənglər bilmək istəyir və güvəndiyi bloger tərəfindən bunu eşitdikdə daha asanlıqla öz üzərində çalışa bilir. Amerikalı psixoloqların apardıqları tədqiqatlar isə göstərib ki, qadınlar kişilərdən daha çox stresə düşür. Kişilərin sosial media ilə münasibəti daha az olduğu üçün onlar eyni təsirə məruz qalmırlar. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.